Azərbaycan Dövlət Dəniz Akademiyasının rektoru vəzifəsini icra edən Eldar Qocaevin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycan Dövlət Rəssamlıq Akademiyasında olub. Görüş Addanın Elmi Şurasının 26 fevral tarixli iclasında qəbul olunmuş, akademiyanın yeni loqosunun yaradılması və dizaynı haqqında qərarın icrası çərçivəsində təşkil olunub. Addan nümayəndə heyətini Rəssamlıq Akademiyasının rektoru Natiq Əliyev, prorektorlar və fakültə dekanı qarşılayıb. Bildirilib ki, müəllim və tələbələrin yaradıcı fəaliyyəti nəticəsində qısa müddətdə ümumilikdə 73 loqo eskizi hazırlanıb. Eldar Qocaev rəhbərliyə təşəkkürünü bildirib və bütün müəlliflərin əməyini yüksək qiymətləndirib. Seçiləcək Addanın rəsmi loqosu kimi təsdiq ediləcək layihənin müəllifi akademiya tərəfindən mükafatlandırılacaq. Görüş zamanı iki ali təhsil müəssisəsi arasında yaradıcı əməkdaşlığın əhəmiyyəti vurğulanıb və əməkdaşlığın gələcəkdə davam etdiriləcəyi bildirilib. Zəhra Rahib qızı, İsmail Rəhimoğlu, Adda xəbər.